Süni intellekt və avtomatlaşdırma populyarlaşdıqca, çoxumuz düşünürük, mənim peşəm təhlükədədirmi? Amma mənbələrə görə cavab heç də sadə bir hə və ya yox deyil. Əslində, düşündüyümüzdən daha mürəkkəbdir. Birincisi, gəlin açıq danışaq. Bəli, bəzi işlər aradan çıxır. Məsələn, supermarketlərdəki o özünə xidmət kassaları ya da fabriklərdəki robotlar. Yadımızdadır, deyilmi? Təkrarlanan monoton işləri maşınlar bizdən daha sürətli və səhvsiz görür. Buna da texnoloji xaric etmə deyilir. İkincisi, və bu, məsələnin daha maraqlı tərəfidir. Texnologiya təkcə işləri ləğv etmir. O, həm də tamamilə yeni peşələr yaradır. Və ən heyrətəmiz məqamda odur ki, ən böyük artım təkcə proqramlaşdırma kimi sahələrdə deyil. Artım həm də maşınların bacarmadığı, insani qabiliyyətlər tələb edən işlərdədir. Yəni kreativlik, strateji düşüncə, empatiya kimi şeylər. Və son olaraq, bütün bunlar bizi əsas məqama gətirir. Söhbət işlərin kütləvi şəkildə yox olmasından yox, onların dəyişməsindən, yəni transformasiyasından gedir. Düzdür, bəzi peşələr tarixə qovuşur, amma artan səmərəlilik iqtisadiyyatı böyüdür və yeni qapılar açır. Buradakı əsas məsələ isə bizim, yəni işçi qüvvəsinin bu yeni reallığa uyğunlaşmasıdır. Yekun olaraq texnologiya iş bazarını dağıtmır. Sadəcə onu yenidən formalaşdırır və bizdən daima öyrənməyi tələb edir.